Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bizim bugünkü mövzumuz həyat bilgisi 2-ci sinif dərs 12 elektriklə işləyən avadanlıqlar dərsidir. Açar sözlərimizdə baxırıq. Elektrik avadanlıqları, elektrik şəbəkəsi, elektriki keçirən material, elektriki keçirməyən material. Aha. Şəkildəki avadanlıqlarından hansından saç qurutmaq üçün istifadə olunur? Saç qurutmaq üçün istifadə etdiyimiz əşya fendir. Fen. Bu isə qırmızı halqaya aldığımızdır. Yəni fen budur. Həmin avadanlığın işləməsi üçün nə etmək lazımdır? Həmin avadanlığın işləməsi üçün bu uç hissəsini yəni elektrikə qoşmaq lazımdır uşaqlar. Belə. Sonra öyrənmə hissəyə gəlirik. Biz müxtəlif avadanlıqlardan istifadə edirik, düzdür. Onlar işlərimizi istədiyimiz zaman asanlaşdıra bilir. Çünki artıq məişətdə bunu artıq çox istifadə etməyə başlayırıq. Məhz bu istər tozsoran, fen, eyni zamanda soyuducu, paltar yuyan, qab yuyan, kombi və sair sistemlərdir. Daha uşaqlar daha çoxdur. Ət çəkən maşın, şişə çəkən və s. və s. Məsələn, tozsoran bildiyimiz kimi süpürgə ilə işləsək daha çox vaxt itirmiş olarıq. Amma tozsoranla süpürgə ilə gördüyümüz 15 dəqiqəlik işi tozsoranla cəmi 5 dəqiqə görmək mümkündür. Çünki tozsoran daha effektiv vasitədir. Bu arada təbii ki, tozsoran işıqla, elektriklə işləyir. Yəni işıq yanmasa, yəni o mümkün deyil. Sonra elektrik avadanlığı deyil. Karandaş yonan. Bəli, karandaş yonan elektrik avadanlığı deyil. Süpürgə elektrik avadanlığı deyil. Çaydan elektrik avadanlığı deyil. Amma elektrik avadanlığı olan ütü, elektrik çaydanı, buna bəzən bizdə tefal deyirik. Tozsoran, bəli, bu da elektrik avadanlığıdır. Dediyimiz kimi, əgər işıq yanmasa və biz onu elektrikə qoşmasaq, bu qurğular işləməyəcək. Elektrik insan sağlamlığı üçün təhlükəli olduğuna görə əlimizi bacardığımız qədər o hissələrə dəyməməlidir, metal hissələrə. Avadanlıqların elektrik keçirən hissələri metaldan hazırlandığı üçün yəni elektrik cərəyanını güclü keçirir. Buna görə də biz ondan bacardıqca uzaq durmalıyıq. Və bunun üçün onun müəyyən hissələri, yəni metalın üzəri plastiklərlə örtülür. Çünki plastik elektrik keçirməyən materialdır və elektrik avadanlıqlarından istifadə edərkən də ehtiyatlı olmalıyıq. Elektrik əşyası, elektrik yuvasına hər hansı əşya daxil etmək olmaz. Partlayışa səbəb ola bilər. Yaş əllə elektrik avadanlığını toxunmaq olmaz. Bəli, çox təhlükəlidir. Hamamda elektrik avadanlıqlarından istifadə etmək olmaz. Məsələn, fen qətiyyən olmaz. Plastik örtüyü zədələnmiş avadanlıqdan istifadə etmək olmaz. Çünki oradan da artıq bir elektrik yükü keçdiyi üçün yəni bizə də elektrik keçmə təhlükəsi yaranır. Müzakirə, tapşırıqlar və özünüzü yoxlayına keçid alaq. Elektrik avadanlıqlarının hazırlanmasına hansı materiallardan istifadə edilir? Bu materiallar hansı xüsusiyyətlərinə görə fərqlənir? Alüminium, mis və dəmirdən geniş istifadə olunur. Dəmir bərk materialdır, yanmır və təbiətdə çox rast gəlinən materialdır. Mis də onun kimi. Mis metalların üstəlik yanmır. Mis yumşaq materialdır. Təbiətdə geniş şəkildə rast gəlinə bilir o da. Bundan başqa elektrik avadanlıqlarından istifadə edərkən diqqətli olmasaq nə baş verər? Heç bir şey. Sadəcə sonda elektrik cərəyanı bizim bədənimizə keçə bilər və elektrik cərəyanı daxil edilmiş insanın yaşaya bilməsi %90 ehtimalla mümkünsüzdür. Yəni hər 10 nəfərdən 9-u təəssüf ki, həyatını itirir. Ona görə də diqqətli olmaq lazımdır. Tapşırıq. Keçid alaq bura. Sinifdə və evdə hansı elektrik avadanlıqlarından istifadə olunduğunu sadalayaq. Gəlin sadalayaq, görək nə var. Dəmir qaşıq. Dəmir qaşıq ümumiyyətlə sinifdə istifadə olunmalı olsun, evdə istifadə olunur. Plastik çəngəl. Bu evdə istifadə olunmur, daha çox sinifdə istifadə olunur. Plastik şüşə çöpü
Bu da normalda daha çox sinifdə istifadə olunur. Çünki bufetdən ancaq alıb şirə içirik də, plastik şirə çöpü vasitəsilə. Sonra aşağıdakı əşyalardan hansı elektrik keçirir? Dəmir. Çünki plastik olan heç bir şey elektrik keçirmədiyi üçün ancaq dəmir elektrik keçirə bilir. Üçüncü, sizcə şəkildə verilmiş avadanlığın istifadəsi niyə təhlükəlidir? Çünki burada da qeyd olunduğu kimi. Uşaqlar, burada demişdik, plastik örtüyü zədələnmiş avadanlıqdan istifadə etmək olmaz. Burada da görürük ki, plastik örtüyü artıq zədələnib. Bununla da birbaşa metal hissə kənar hissəyə çıxıb. Yəni oradan bizim əlimizin dəyməsi sonda faciəyə səbəb ola bilər. Özünüzü yoxlayın. Elektrik avadanlıqlarının hansı örtüyü var? Dəmir örtüyü və plastik örtüyü olmaqla iki hissəyə bölünür. Və biz heç bir zaman metal örtüyə dəyməməliyik də uşaqlar. Metal örtüyü var, bir də yəni dəmir dedim, metal örtüyü, bir də plastik örtüyü var. Biz də ancaq plastik örtüyə toxuna bilərik. Sonra elektrik avadanlıqlarının hansı hissəsi elektriki keçirməyən materialdan hazırlanır? Bəli, plastik örtük məhz elektrik keçirməyən materialdan hazırlanır. Elektrik avadanlıqlarından təhlükəsiz istifadə etmək üçün hansı qaydalara əməl etmək lazımdır? Yuxarıda qeyd edilən elektrik yuvasına toxunmamaq, yaş əllə toxunmamaq, hamamda, yəni nəmli ortamlarda elektrik avadanlıqlarından istifadə etməmək və bacardıqca plastik örtüyü zədələnməmiş əşyalardan istifadə etmək. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm sizlərə bu gün bir şeylər başa sala bildim. Başa saldımsa nə xoş mənə. Özünüzdə müğayət olun. Gələn dərslərdə görüşərik. Hələlik.